Bəs də yaslandıq, qəmləndik, bizə sevinç lazımdır. Günəşin qabağından çəkilir, cəmaat sevinsin. Bəsdir, qaramat, qara günlüyü təbliğ elədiniz, ağlaşma qurdunuz. Biri deyir ki, inkişaf eləmək lazımdır, bəsdirin dayı. Sevgi intim məsələdir, sevgini nümayiş etdirməzlər. Orduda din amili var, inanc var, İmam Hüseyin sevgisi var, bu təhlükəlidir. Gedir, Peyğəmbər ordusu gedir, İmam Hüseyin ordusu gedir. Ya Məhəmməd, ya Ali, şimdi yakın. Sana kurban Mən qısa bunlara cavab verim. Əvvəla sən niyə bunun adını əvvəldən vay-şivən qoyursan ki? Bu nə negativ məna yükü olan sözdür. Yaxına gəl, oturaq müzakirə eləyək. Göz yaşı axıtmaq qadağandır, kim dedi? Nəyə istinad edirsən? Harada yazılıb? Quran deyir ki, Yaqub Peyğəmbər Yusifa ağladı, gözü tutuldu və təqdir edir onun halını. Yusif sağ ola, Yaqub ağlayır. Eşqi görürsən, şəhidə ağlamaqdırsa Peyğəmbər deyir ki, Həmzəyə ağlayan yoxdur. Təşviq edir ki, əmsi Həmzəyə ağlasınlar. Sual, cənnətə gedənə niyə ağlayırıq? Cavab, cənnətə getmək şəhidin fərdi uğurudur, müvəffəqiyyətidir. Amma şəhidlik bir ictimai hadisədir. Bir yerdə haqq əhlini, haqq dediyinə görə öldürürlərsə, haqq tərəfdarı həmin gün bayram eləyə bilməz. Haqqın əzildiyi gün mən bayram eləmirəm. Düzdür, haqq əhli cənnətə getdi, amma bu ictimai hadisədir. Mən buna qiymət verməliyəm, mövqeyimi bildirməliyəm. Niyə bu daha çox? Çünki başa düşün, Peyğəmbər ailəsinə qarşı soyqırım həyata keçirilir. Kərbəlada məqsəd bu nəsli kəsmək idi. Kərbəla tarixdə görünməmiş bir hadisədir. Tam batillə tam haqqın üzə gəlməsidir. Heç vaxt belə olmuyor. Südəmər uşaqdan 90 yaşda kişiyəcən qətlə yetirilir. Allahın möcüzəsi ilə Əhl-i-Beytin bir nümayəndəsi sağ qalıb. Peyğəmbər ümməti özünə adlandıran, namaz qılıb oruç tutub həccə gedən adamlar Peyğəmbər ailəsinin qanına susuyur və onları yer üzündən silmək qərarına gəlir. İkincisi, adamlar cənnətə gedib. Sənin ürəyindəki daş parçasıdır, yoxsa içindəki